Ürək daxili şişlərin böyük qismi 80%-i xoş xassəli şişlərdir ki, bu şişlərin də yarısından çoxu miksomalardır. Miksomalar əsasən ürəyin qulaqçıqlarında, sol qulaqçığında və qulaqçıqlar arası çəpərə yapışmış şəkildə olurlar. Xəstəmiz 54 yaşında qadın. Təqribən son 2-3 aydır şikayətləri, tənginəfəslik və ürək döyünmə şikayətləri gedərək artmış və bunun üzərinə həkimə müraciət etmişdir. Aparılan müayinələr əsasında çəkilən exoda xəstənin sol qulaqçığında 64 mm uzunluğunda və 46 mm enliliyində bir miksoma şişi təsbit edilmişdir. Bu diaqnozda xəstə bizə müraciət etdi. Dəyərləndirdikdən sonra xəstə əməliyyata alındı. Əməliyyat nəticəsində sol qulaqçıqdakı miksoma şişi çıxarıldı və xəstəmizin əməliyyatı uğurla başa çatdı. Bir həftəlik müalicə dövrü tamamlandıqdan sonra xəstə evə yola salındı.